Buradan taksi şoferlərini salamlayıram. Alver yaman zəifdir, sizdə də belədir. Taksiyə minən yoxdur, bilmirəm hamı da belədir, yoxsa təymən. Ay Seymur, sən nə vaxt simikliyindən əl çəkəcəksən? Biraz ürəkli ol, əlini cibinə sal, pul xərclə mənə, ay muşqa. Ay İlkin, sən nə vaxt simikliyindən əl çəkəcəksən? Biraz ürəkli ol, əlini cibinə sal, pul xərclə mənə, ay muş gədə. Ay Ramin, sən nə vaxt simikliyindən əl çəkəcəksən? Biraz ürəkli ol, əlini cibinə sal, pul xərclə mənə. Ay muş, ay Sənan, nə vaxt simikliyindən əl çəkəcəksən? Biraz ürəkli ol, əlini cibinə sal, pul xərclə mənə, aymış. Ay Seymur, sən nə vaxt xəngəl qonaqlığını verirsən? Qış çıxır uje. Xaloğlu, vaxt elə gedək. Oturaq, iki qardaş süd içək. Vaxtımız getsin. Demək belə əzizlərim, bir adam yalan danışırsa, deməli o yalan danışır. Hər gün ac qarnına su içsəz nə olar? Heç nə, amma yemək yesəz daha yaxşı olar. Nəysə, mənim söhbətimə. Xahiş edirik, borclarınızı ödəyin. Heç kimin dədəsinə borcumuz yoxdur. Abır, həya yaxşı şeydir, o da səndə yoxdur. Anamı ağlatmısan, mənim. İndi də gətirib Qəbələdə pulumu dağıdırsan, yaxşı eləyirsən mənə. Hələ bu da azdır. Xalqın uşaqları evə pul gətirir, mənimki də məndən stuçlu sigaret oğurluyor. Evlənmirəm, əl çəkin məndən. O qız mənim anam yaşındadır, o mənim tayım deyil. Sevən gözləyər batareya ölənə qədər. Sevgi nağıldır, finalı isə kreditdir. Ürək sevir, ağıl blok edir. Sevgi gözəldir, cavabsız qalana qədər. Qaqaş, nədir sürmək istəyirsən? Get bala, get. Mən cavanlığımda səni kimlərinə qucağımda maşın sürməyi öyrədirdim. Aşkım, mənə puluma görə sevirsən? Əlbəttə, ay aşkım. Pulsuz nə sevgi, nə eləyirəm səni? Bu videonu dostuna göndər, sənə balıq qonaqlığı borcu olsun. Ürəkli, dastoyunu oğlanların sağlığına içirəm. Mən arvad almaq istəyirəm. Nə vaxtda böyüyəcəm mən? Atalar yaxşı deyib, elə həyat fani dəyməz qıza. Bağa baxsan bağ olar, çimə bilmirsən dənizdə. Nə ölümün var? Gərək pensiyamı alanda Arzu Production'a pul verəm, məni klipə çəksin. 1000 dənə cavan qıza dəyərəm. Ay, nə oturubuz evdə? Durun, getdik xəngələ. Məni də götürün, pensiyanı almışam. Deyirəm, əmi oğlu bir yana, bibi oğlu bir yana, dayı oğlu bir yana. Sən xaloğlu oğraş birbaşa ürəksən da. Aynur Gül dükanında endirimlər başladı. Yararlanmaq istəyənlər dükanımıza buyursun. Deyirəm, hər şeyin qiyməti qalxdı. Bircə bu fotoqraf, videoqraflardan başqa siz də qaldırın. Vapşe. Mən yazığın adı çıxıb. Siz tülkü sifət insanlardan qorxun məndən. Yox. Xaloğlu, bəs deyirdim maaşı alım, səni Hacıkəndə kətə yeməyə aparacam. Nə oldu? İndi reklam daha əl çatandı. Cəmi 10 manata obyektinizi və işinizi danışıb reklam edəcəm. Nə durumsan? Əlaqə saxla. Yenə mamangil gətirib sən şəkil çəkdirməyə? Var yoxuna lənət, bezmişəm. Şəklimi çəkib statusa qoyurlar, sonra pox kimi yıxılıram, gözləyir. Tutu, iPhone 17 al da mənə, nə olar? Balam, mən bananı qabığından yeyirəm ki, doyum. Sən 17 istəyirsən, bəsdir də. Allah, mən gündəlik planı çatdıra bilmirəm. Taksidə yaxşı pul var deyən bir tikə banana həsrət qalmasın. Qazandığım bizona, primaya banana gedir elə. Nənən səni kimə oxşadı? Kim olacaq? Fırt deyib atasının burnundan düşüb deyir. Atamın balacalığını məndə yaşayır. Balaca, niyə belə narazısan? Bunların əlindən ağlamaq olmur. Ya yemək verirlər, ya da yatızdırırlar. Yatmaqdan günüzü görmürəm. Vay vay, 90 yaşına gəlib göz dəyməsin, it kimidir maşallah. Aha, kül başıma göz dəydi kişiyə. Qardaşım, bu yaşda nə dərdin var, nə eynirsən burada? Qardaşım, həyatımda ilk dəfə aşıq oldum, o da trans çıxdı. İndi dərdimə içirəm. İnanın ki, bezmişəm əlini əlinin başına qoymaqdan. Yanımdakının rasxodu qurtarmır valla. İndi də tutturub ki, iPhone 17 al mənə. Qaqam, nə gözəl yerdir bura. Sakit, təmiz hava, bəh-bəh. Nəysə, manqal niyə yanır? Dedim, soyuq olar, brat, ona görə. Belə yorğunluğun varsa sən yat. Mən də görüm nə edirəm. Arvad,
İnəkləri satacağam, iPhone 17 alacağam. Deyirlər 5000 manatdır. Bu oxlovu soxacam indi bir yerinə görəcəksən iPhone 17-ni. Buradan dayına nə sözün var? Dayı var yoxuna lənnət, ancaq 50 boş dalı yaş gəzirsən elə. Sənə sözüm yoxdur dayı. Yersiz belə. Bacım dönərxana açmışam bütün quruğunda. Dostum da elə yanımda aparıram. Elə sevincimə şerik olsun. Ətdən də yaxşı başı çıxır. Buradan insanlara nə demək istəyirsən? Sözüm qızlaradır. Mənim adımı boşuna çəkməyin. Mən sevgilimin xətrinə dəymirəm. Əziz dostlar, səhifəmiz spamdadır. Çoxlu komment yazın, spamdan çıxaq, paxıl olmayın. Bir smaylikdən zaddan atın.